Assalomu alaykum. Oltin ko'prik loyihasining bugungi aziz mehmoni turkiy dunyoning atoqli, ardoqli shoirlaridan biri Ramiz Ravshan bo'ladilar. Studiyamizga xush kelibsiz. Ramiz Ravshan deganda o'zbek muxlislari buyuk bir muhabbatli qalbni ko'radi. Sevikli bir qalbni ko'radi. Bu qalbda nafaqat o'zbek xalqi, Ozarbayjon xalqi, butun bir jahon sig'adi. Butun bir turkiy dunyo bilan kengayib ketadi. Biz sizning she'rlaringizni muhabbat gimnidek o'qiymiz. Muhabbat gimnidek o'qiymiz va qo'shilib o'qiymiz, jo'ravoz bo'lib o'qiymiz va o'zbek shoirlari nomidan men sizga o'zbek yuragini keltirdim. Sizni ko'rganimdan xursandman. Teşekkür ederim. Çok sağ olun. Ben elə bilirəm ki, Türk dilli poeziyanın, yəni Özbək, Azərbaycan, fərqi yox, Türkmen və bu cür saya bilərik. Türk dilli poeziyanın iki qolu var. Bir divan ədəbiyyatı var və bir də var el ədəbiyyatı. Divan ədəbiyyatının məndən ötürü onun başlanğıcı zirvəsi Nəvaidir. Türk dilli poeziyada. El ədəbiyyatının Yunus Emre'dir. Yəni bu iki şair, yəni bizim danışdığımız ana dilimizdə iki xəttin başlanğıcıdır. Və biz o iki xəttin üstü ilə gedirik. Bəzən bəlkə elə gələr ki, kimlərəsə tutalım əruz, belə deyək də, o klassik poeziya köhnəlmiş görünə bilər. Kimlərəsə el ədəbiyyatda köhnəlmiş görünə bilər. Hər ikisi yanlışdır. Ən düzü hər ikisinin qaynağıdır. Hər ikisindən. Yəni ədəbiyyatda bizi bugünə gəlib çıxan ədəbiyyat var. Orada artıq olan heç nə yoxdur. Artıq olan gedib. Gəlib çıxa bilməzdi. Doğru. Film aydındır mı? Yəni ədəbiyyat qalanı saxlayır. Qalanı saxlayır. O şey ki özü qala bilir, onu saxlayır. Çünki zorla heç nəyi saxlamaq olmaz ədəbiyyatda. Heç bir şair Nəvaini saxlayıb təkcə kitablar saxlamır ki, yaddaşlar saxlayır. Bizim Füzulini yaddaşlar saxlayır. Evet. Yəni ona görə də bu mənada bizim görüşümüz mənə gəlir ki, o mənada xoşdur mənə ki, mən Özbək ədəbiyyatını çox sevirəm. Müasir Özbək ədəbiyyatına qədər. Yəni mənim Abdullah Arifov, o şairlərin mən şeirlərindən xəbərim var, yəni baxmışam. Amma sizə deyim ki, bəzən indi elə bir zamanda yaşadıq ki, bizim çox istedadlı şairlərimiz, yazıçılarımız var ki, onlar belə deyək də təsirlə bağlı, nə iləsə bağlı Ruscan yazısı oldular, yazdılar. Amma Rus dilində yazan şair də, ya yazıcı da o demək deyil ki, Özbək deyil, Azərbaycanlı deyil. Onun içində olan o hava, onun içində olan, onun düşüncəsində olan, əgər doğrudan millidirsə, o bizim milli problemləri qoyursa və bizə böyük sevgini ifadə edirsə, orada yəni dil əsas şərtdir, amma orada dil keçir ikinci yerə. Biz onu dilsiz də anlayırıq, başa düşürük, sevirik. Amma Allah'a şükür ki, bizim ana dilimizi siz də, biz də çox çətin məqamlardan, çox deyiləsi olmayan, hətta çox çətin məqamlardan keçirib bugünə sağ-salamat gətirib çıxartmışıq. Çünki millətin varlığı iki şeylə ölçülür. Ərazisi, torpağı və dili. Doğru. Və dili. Və mən onu demişəm, bir daha deyirəm. Bunların düşünmək olmaz vacibi hansıdır. Amma mənə elə gəlir ki, vacibi dildir. Ona görə ki, itirilən torpaqları qaytarmaq mümkündür və biz bunu sübut eləmişik. Zamanla yaxında da sübut elədik Qarabağ torpağı. Yoxalgan tuproqlarını ortaya qaytarışıq. Özümüzün tuproğı Amma itirilən dili qaytarmaq artıq o qeyri-mümkündür. Ona görə dilimiz və torpağımız bir yerdə vətənimizdir. Qo'limda Bobolar izidan jurnali. Bu jurnal haqiqatda ajdodlar izidan kelgan yosh ijodkorlarning turkiy dunyoga bo'lgan qadim sayohatlaridan, bugungi sayohatlaridan, zamonaviy sayohatlaridan chop etilgan yangi bir jurnaldir.
Demak, 11 ta ijodkor. Bu ijodkorlarning biri yozuvchi, biri shoir, biri adib. Ular Ozar diyoriga kelganda nimani his etdi? Qadim turkiy dunyoning qalbini va qal'alarini so'z ila yana qaytadan zabt etdi. Bu jurnal ichida Ramuz og'a, sizga da atalgan go'zal bir sahifa bor. Hozir ko'rsataman sizga. Bu haqiqatda çok go'zal bir ish. Bobolar izinden 11 genç buraya geldi, sizle suhbat kurdu. Bana hoştu, çok hoştu. Ve sizning de portretingizni bir musavvir, yosh genç musavvir sizning rasmingizni çekti. Çok güzel. Çok sağ olsun. Benim çok resimlerim çekilip çok yaxşılarından biridir. Sizge yoqdimi bu surat? Yaxşı. Məni oxşayır. Biz sizde bir güzel bir haybat da görüyoruz. Güzel bir muhabbet de görüyoruz. Onun için sizde şiirlerinizi çok severiz. Onun için takrar yad ediyoruz. Teşekkür ederim. Safar Ali Qurbon siz bilan suhbatlashdilar. Nima deya olasiz? Shu jurnalimiz sizga yoqdimi? Çok güzel. Yani okuyacağım, ben başa düşürəm okuyacağım ama çok böyle işi ben yani bütün dizayn işi, bütün işler çok keyfiyetli jurnaldır. Yani, yaxshi o'qiysiz va fikringizni aytasiz. Okuyacağım inşallah. Bizni bog'lagan oltin ko'priklar bor. Bizning tilimiz bir-birimizga oltin ko'prik. Bizning ko'nglimiz bir-birimizga oltin ko'prik. Bizning adabiyotimiz bir-birimizga oltin ko'prik. Biz ko'p jihatdan bir-birimizga bog'lanyapmiz. Davlatimiz rahbari Samarqandda bo'lib o'tgan sammitda Turkiy dunyo yana madaniyat va adabiyot jihatidan bir-birini birlashsin deya yangi bir sa'y harakatlar qildilar va Turkiy dunyo durdonalari 100 tomliga chiqdi. Turkiy adabiyotining anjumanlari, Turkiy she'riyatining yangi anjumanlari bo'lib o'tdi. Ko'ryapsiz. Biz sizni kutyapmiz O'zbekistonga kelishingizni. Bugungi adabiyot haqida nimalar deya olasiz? Bugungi O'zbekistonning bugungi adabiyoti haqida. Yani tanıdığım şairler Erkin Vahidov ve Abdullah Aripov, onları yani tanıdığım ve şiirlerinden haberim olandı. Evet, Azerbaycan edebiyatı için çok bağlı adam ve mənə gəlir ki, bizim görüştüğümüz Xosiyət Rüstəmov var. Edebiyat gazetinin redaktörü. O bizim ondan Kitap Dünyası ben gazetesi. ümumiyyətlə müsahibə verən deyiləm. Bəlkə son illərdə yenə müsahibəm Xosiyət xanıma verdiğim o müsahibədir. Yani ona bir müsahibə vermişim. O müsahibəni istat gətirirlər hər yerdə. Çünki çox ağıllı suallar oldu və çox gözəl də söhbətimiz oldu. Və mən elə bilirəm ki, bilirsiniz, Özbək ədəbiyyatı o ədəbiyyat ki kök üstündədir. O kök üstündə olan ədəbiyyat nə qədər küləklər əsləndə olsa onu tərif etmək çətindir. O ədəbiyyat yolun gedəcək. Özbək ədəbiyyatı da mən elə bilirəm ki, müasir Özbək ədəbiyyatı mən tanıdığım şairlər, onlar hamısı ən müasir şeir texnikasına gələnmiş və müasir dünyanı çox gözəl duyan və dərk edən şairlərdir. Yəni dünya da onlar üçün maraqlıdır. Onlar da dünya üçün maraqlıdırlar. Yəni bunlar da bu. Siz 70-ci, 80-ci yillar she'riyatini juda yaxshi bilasiz. O'zbekiston xalq shoiri Erkin Vohidov, Abdulla Orif, Rauf Parfi va undan keyingi shoirlarni da juda yaxshi bilasiz. Xurshid Davron, Usmon Azim, Shavkat Rahmon she'riyatlari bilan tengdoshsiz, ularni juda yaxshi bilasiz. Bugun yangi yosh shoirlar kirib kelyapti. Aziz Said, Abduvali Qutbuddin she'riyati, Ishqobul Shukur she'riyati va undan keyin kelayotgan mana siz aytgan Xosiyat Rustamovalar adabiy aloqalarni juda mustahkamlayapti. Undan keyin mana yosh shoirlar kirib kelyapti-da, havas bilan qarayapmiz. Siz o'zingiz bu ijodkor sifatida tan bergan ijodkorlarni kimlarni ayta olasiz? Abdulla Orif, Rauf Parfimi yoki Erkin Vohidmi? Ularning qaysi bir she'rlarini eslaysiz? Ayta olasizmi? Şairlərin şeirlərindən mənim xəbərim var. Yəni mən təəssüflər olsun ki, son vaxtları izləmək iş çoxdur və məni rahat olmağım da çətindir, evlatlar, nəvələr və amma mən sizə deyim, təkcə ədəbiyyatı deməzdim, Özbək kinosu. Özbək kinosu 60-70-ci illər, indi o vaxt Sovet İttifaqı idi. Bütün ittifaqda ən parlaq
kinolardan biri Özbek kinoları idi. Benim Sevgililer Bulyon'du film. Sevgililer. Sevişkenler. Ay sağ olun. Ve yadımdadır. Hamrayev, Ali Hamrayev, İş Muhammedov. Yani çok güzel Özbek rejissorları var idi ve çok güzel ben daha sonların son iller sözünüzü bizde hiç film çekilmir bilmem orada nezdi. Yani çetindi artık biraz. Yani studiyalarımız ben həmişə deyirəm və yenə fikrimdə qalıram ki, Sovet imperiyası olub, düzdür imperiyaydı, bizim sıxıntılarımız da var idi. Amma o imperiyadan bizə qalan şeylər var ki, onları saxlamaq lazımdır. Kinostudiya, məsələn bir kinostudiya, bilirsiniz, yəni həqiqət buradadır da. Yəni və bizim Özbək kinosu, Azərbaycan kinosu, bizim kinomuz Sovet dövrün ideologiyası, o ideologiyanı mən Sovet vaxtı belə deyək də, o ideologiyanı sevməyən adamlardan biri olmuşam, yəni məlum. Amma bütün bunlarla bərabər o ideologiyanı da çox şişirtməyin də mənası yoxdur. O ideologiya mane olmayıb və mane ola bilməyib nə kinoya. Bizim ən gözəl filmlərimiz, siz mənə razılaşarsınız, 60-cı, 70-ci illərdə çəkilən filmlərdir. Qaysı filmlər? Filmlər məsələn dedim də mən sizə dedim bax Sevgililər məsələn filmlər. Sevişkənlər, Nejnis belə bir zəriflik, belə bir nəsə belə bir şey. Mənim o dövrün filmləri yəni o dövrün filmləri mənim sözüm yaddaşım artıq o yaddaş deyil, öz filmlərimiz də o qədər yadımda deyil. Amma o filmlərin atmosferi yadımdadır. O filmlərin ki, o filmlərdəki mənəviyyat, bütün o filmlərin hamısında bir müəyyən bir əxlaqi məqam var idi. Yəni, indi zaman dəyişib, azadlıqdır. Kim nə istəyir, edə bilir, mən demişəm. Mən azadlığı sevirəm, amma azadlığın da öz fəsadları var. Necə ki, əsarətin fəsadları həddən artıq oldu. Əsarət tərpənməyə qoymur, əzir, sıxır, aydındırmı? Çürüdür adamı içində, mədəniyyəti. Amma azadlığın da, o azadlıq da çox yad havalar gəlir, aydındırmı? Yəni çox şeylər itirilir. Yəni bu da var da. Yəni ona görə orada hansı bir nöqtədə durmaq lazımdır ki, həm dünya üçün olasan, həm də özünü saxlaya biləsən. İkisi bir yerdə olar. Yəni mənə əsas odur. Mənə elə gəlir ki, bizim missiyamız bu olub 60-70-ci illər. 60-70-ci illər bütün dünyada intibah dövrü olub, Renesans dövrü. Bütün dünya mədəniyyətində. Renesans intibah dövrü olub. Və öz başına olmuyor o filmlər. O Renesansı ilk dəfə SSR-də yaşayıb. Və ən çox da o bizim kinolarda hiss olunur. Filmlərdə, ədəbiyyatımızda. Bilirsiniz, düzdür o vaxt, məsələn, Timur Pulatov, düzdür, Ruscan yazıb. Amma Timur Pulatovun bütün əsərlərində elə bir ruh var ki, yəni, dil əsasdır, amma ruh da əsasdır. Gözəl, ruh əsas. Yəni, o mənə Timur Pulatovu mən bir mənalı şəkildə özbək yadçı sayıram və gözəl yadçı sayıram. O da, məsələn, siz təsəvvür edin. Yəqin mən onun bir əsəri var, Vladeniya, quş haqqında göydə. Dəhşət bir, o qədər bir sevgi var ki, deməli, çalağan, Ruscan korşun babamı da, belə odur. Deməli, bu göydə necə, öz ərazisini quş necə qoruyur? Öz ərazisini qoruyan quş. Siz təsəvvür edin, bu Sovet vaxtı yazılan əsərdir. Və mən bu əsərin alt qatında podtekstində nələr görürəm. Simvolizm var, rəmzlər artıq rəmz qorumaqdır da. İndi quş göydə öz ərazisini qoruyursa, gör biz yerdə necə qorumalıyıq da. Biz necə qorumalıyıq. O çox vətənpərvər və çox dərin yazısı. 60-cı, 70-ci illərinə Renesans bir davra deyərsiniz. Demək, siz üçün ruh birinchi. Tilning qobig'ini ruh yorib chiqadi. Ruh muhim edi. Haqiqatda sho'ro davrida hamma narsani ochiq aytib bo'lmas edi. Lekin ruh kuchli edi. Haqiqatda Erkin Vohidov, Abdulla Oriflar shu qadar kuchli portladiki she'riyatda. Kinolarda ham, san'atimizda o'ziga xos timsollar bilan, o'sha simvollar bilan
chiroyli bir tashbihlar Tamam, bilan evet, portlash bo'ldi, yuki bor edi. Tamam, U evet. missiyani shu sizning avlodingizning asosiy missiyasi nima edi? Ozodlikni sog'indingiz, ozodlik uchun kurashdingiz. Bizim birinci yani bir şair kimi en birinci misyamız dilimizi korumak idi. To'g'ri. En birinci misyamız. Çünkü gene dedim de dil ve erazi. Erazimizi korumak çetin çünkü artık bir eseri vardı ve onun da biz içindeydi. Ve biz dilimizi çok Özbek kardeşlerimizle biz dilimizi korumuşuq. Yani biz neslin 60-70-ci ilin neslindən gələcəyə gətirdiyimiz en birinci şey bizim dilimizdir. To'g'ri. Çünkü yadınızdadırsa ben Rus dilini bilməyin qətiyyən əleyhinə deyiləm. Ben Rus dilində bilirəm. Azərbaycanca oxumuşam. Rus dilində bilirəm. Moskvada kino ben senaristəm, ben kinematografistəm. Moskvada orada təhsil Birlikdə oxudunuz? Yok, ben ali senari kurslarında, vış Ali senari senari, kurslarında. Moskvada oxudunuz. Moskvada ali senari kurslarında. Deyirəm ki, bir aspirantura kimdə. Mən orada oxumuşam və orada müəllimlər mənim yadımdadır və bizə deyim ki, dərs deyən müəllimlərdə də bizə dərs deyən, mən onu demişəm, Tarkovski vardı. Andrey Tarkovski. Məşhur Andrey Tarkovski. Andrey Tarkovskiyi mən heç yadından çıxarmam. Andrey Tarkovski bilirsiniz də əsli kökü Kumuk dilgəsi mən bilirəm. O Tarkan xanlardandır o. Tarkan xanlardan. O Rus deyil. Yani o Türkiye. Bəli, onu bəli. Əcdadları Türkiye. Bəli, Tarkovski, Tarkan atası Arsen. Onların yani kökündə o 100% var. Qanında da Türkiyələr qanı var. Yani çünkü ne bir güzel sözünü deyimsə, bir de dərsliyi o bize mazur okudu. Onu biz dost edirdik çünkü çok doğmadan. Böyle Tahir Esoruydu. Bütün dünyanın qəbirlədiyi. Və deməli dərs deyəndə birdən bir yerdə başladı ki, bütün xalqların, məsələn dedi Gürcülər aktyordular. Aktyorlar. Dedik ki, onun dediği, deyim, Rusçan deyik, Gruzin anisi aktyor, artist. Что касается армян, dedi, у них тоже сильно lisideyistdir və belə ciltdən cildə belə dəyişməyə getmə. O da aktyorluqdur da. Amma belə deyib, dediyim bir deyirəm. Sonra belə baxdı mənə, dedi ki, что касается нас, азиатов, mənə deyir, мы не артисты. Mini artisti. O söz niye deyirdim? Mən o vaxt çox yumorum çox idi. Mən demirəm ki, o sinifdə ən yumor olan, bununla ən zarafat edən mən idim. Mənə dedi ki, müniyaziyat. Ne dediniz? Yani böyük mənada o düz deyirdi. Yani o mənada deyirdi, yani biz ciltdən cildə girən deyilik. Bizim yani o sözün podteksti mənə aydın idi da. O yüzden bu yüzge özgərməyimiz. Yani biz yani Allah'a şükür ki yani dedim indiyə qədər də öz sifətimizi, öz mədəniyyətimizi, öz dilimizi saxlamışıq. Bizim problemlər də var, maddi problem, hər cür problem var. Mən o fikirdəyim, mən deyirəm, nə cür problemlərim olsun, mən yəni ki bu cür ki mənim öz bayrağım, mənim öz dilim, dövlət dilim, mən bunu heç nəyə dəyişmərəm. Necə nə özbəklər, nə biz heç nəyə dəyişmərəm. Bizim bu müstəqilliyimiz bizim dünyada en büyük kazancımızdır. İki devletin, iki kardeş halkın, iki devletin vatandaşı oturmuşuq ve söhbət edirik. Bundan güzel ne olabilir ki? Baxtiyor Manish, biz için şərəf. Ramız ağa, sizning muhabbatingiz bir klassik muhabbat, bir ilohiy muhabbat, nizomiylardan, navoiylardan kelgan bir go'zal muhabbatda sizda shu sharqona muhabbat bor, klassik muhabbat, mumtoz muhabbat bor. Lekin zamonaviy talqinda ham o'sha klassik dunyodasiz, o'tmishdasiz, ham bugundasiz, ham kelajakdasiz sizning she'rlaringiz. Siz o'zi qaysi o'zandan oqib kelgansiz? Mumtoz she'riyatdanmi, bugungi she'riyatdanmi? Ko'proq qaysidan bahramand bo'lgansiz? Ben siz başa düştüm ve ben size bir şey diyeyim. Siz benim bu yaşımda inanın benim səmimiyyətimə ki, məhəbbət adi. Ben çok xarici, benim tərcüməçilərimlə otururam, çox. Gələnlərlə otururam onlarla. Məni gərirlər. Mən elə ki, mən gedə bilmirəm, amma ziyarətə gələn çox olur dostlar.
Avropadan da gəlirlər, otururam. Hamısının bir şeydə bizə belə sevgiləri, hörmətləri, pərəstişləri var. Bizdə ailə institutuna. Ailə institutuna. Heyrandılar onlar bizdəki ailə institutuna. Yəni ailə institutu, yəni ailə, bu da kişi, qadın, evlad sevgisi. Deməli mənə bunu deməyə məcbur. Mənə bir də bir xarici dostlarla oturmuşduq. İngilis dili, mənim tərcüməçim də onlarda. Dedilər ki, sizdə hər şey yaxşıdır, çox belə məhəbbətlə söhbət edir. Bizim çox böyük alimimiz var, Rafiq Əliyev. Qeyri-səlis məntiq, dünyada məşhur Lütfüzadə Rafiq Əliyev. Belə bir məclisdə oturmuşduq. Eyni mənim bizim düşüncələrimiz doğmadır. Orada qayıtdıq ki, sizin bir qüsurunuz var ki, siz evladlarınızı çox evladlarınızın üstündəəsirsiniz. Məsələn, onun oxumağı, onun evini eləyirsiniz, deyirlər. Evini siz verirsiniz evlada. Niyə belə böyüdürsünüz evladları? Özləri öz evlərini. Yəni biz elə bir ki, evladları biraz tüfeylib böyüdürük də. Fikrim aydındırmı? Mən onlara dedim ki, siz tamamilə səhv edirsiniz. Yəni bizim dedim ki, biz bəli, mən evladım üçün çalışıram. Çalışıram ki, mən o ailə quranda onun evi olsun və evində olsun mənim evladım. Evsiz olmasın. Mən buna çalışıram. Amma mənim evladım o evində oturub orada tüfeylli eləməyəcək. Mənim evladım orada öz evladı üçün ev haqqında düşünəcək. Onu fikrim aydındır və o da orada zəhmətini çəkəcək. O da yəni tüfeylli yerə, o da zəhmət çəkəcək. Öz evladı üçün o da evinə əldə edəcək. Biz evladlarımızın yükünü götürəndə, yəni biz evladlarımızın yükünü yüngülləşdiririk, amma onun yükü tamam götürmürük ki. Çünki evladlarımıza öz evladlarının yükü bəsdir. Doğru. Ramiz ağa, muhabbət haqqında şeir oxusanız, biz juda yaxshi ko'radigan şeir var. Xabarimiz yo'q, bir shaharda yasharmiz, balki xabarimiz yo'q. O'qing shu she'rni. Juda go'zal bir she'r, bir go'zal. Şeirlər, bəlkə də biz xoşbəxt ola bilərdik, bəlkə də xoşbəxtlik xəbərimiz yox. Mən sizə deyim ki, dediniz deyirəm, insanların çoxunun xoşbəxt olmağından xəbəri yoxdur. Evet. Çünki həqiqətən xoşbəxt olmağından xəbəri yoxdur. Yenə bu şəhərdə üz-üzə gəldik. Nə eləyək, ayrıca şəhərimiz yox. Bəlkə də biz xoşbəxt ola bilərdik. Bəlkə də xoşbəxtdik. Xəbərimiz yox. Aradan nə qədər il keçib görən, tanıya bilmədim, məni bağışla. Mən elə bilirdim sənsiz ölərəm. Mən sənsiz ölmədim, məni bağışla. Ölmədim deyirəm, nə bilim axı. Bəlkə də mən sənsiz ölmüşəm elə. Qəbirsiz, kəfənsiz ölmüşəm elə. Bəlkə də biz onda ayrılmasaydıq, nə mən indiki idim, nə sən indiki, ayrıldıq, şeytanı güldürdük onda. Bu ilin, bu ayın, bu günündəki, elə bu küçənin, bu tinindəki məni də, səni də öldürdük onda. Sağımız, solumuz adamla dolu, qol-qola kişilər, qadınlar keçir. Özündən xəbərsiz ömründə 1000 yol özünü öldürən adamlar keçir. Keçir öz qanına batan adamlar. Bir də ki qan hanı, qan axı yoxdur. Hamı günahkardır dünyada. Amma dünyada heç kəsin günahı yoxdur. Bizsiz yazılmışdı bu talih, bu vaxt. Sapantdan atılan bir cüt daşıq biz. Bəlkə bu dünyada 10-15 il yox, 1000 il bundan qabaq ayrılmışıq biz. Halal yolumuzu dəyişib nəsə getmişik, bir ayrı yoldan keçmişik. Bəlkə 1000 il qabaq səhv düşüb nəsə, 1000 illik bir səhvə qurban getmişik. Dəyişib yerini bəlkə qış, bahar, qarışıb dünyanın şəhəri, kəndi. Bəlkə öz bətnində ögey analar, ögey balaları gəzdirir indi.
Ömrüm baştan başa yalandı bəlkə. Taleyim başqaymış doğrudan elə. O yoldan ötən qız anamdı bəlkə. Bəlkə də oğlundu bu oğlan elə. Bu yalan ömrümdə görən sən nəsən? Bəlkə heç sevgilim deyilsən mənim. Anamsan, bacımsan, nənəmsən, nəsən? Bircə Allah bilir nəyimsən mənim. Ay. Bizi kim addadar bu ayrılıqdan? Çatmaz dadımıza nə yol, nə körpü. Ölüsən, dirisən, hər nəsən dayan. Dayan, heç olmasa əlindən öpüm. Deyirsən ölüyəm, ölünü öpmə. Əlimin içində soyuyur əlin. Deyirsən sən Allah, əlimi öpmə. Əlimdən deyəsən qan iyi gəlir. Ay Allah Allah Allah. Sağ olun. Sağ olun. Sağ Çox olun. gözəl, təşəkkür edirəm. Mən elə bilirəm ki, danışdıq. İnsanın, mən bunu şair olduğuma görə deməsəm olmaz. İnsanın içi onun sifətində əks olunur. Doğru, doğru. Və Şeir oxuyun. sizin sifətinizdə çox gözəl bir insan əks olunur. Ona görə Çok danışdım. teşekkürler. Sizə bir şey deyim ki, insanın xarakterini, insanın içini, təkcə onun sifəti göstərmir. İnsanın səsi, səs insanın varlığını ifadə edir. Deməli, nəyə görə? Səs artıq çox şey deyir. Zor bizning mashhur rejissyorimiz Bahodir Yo'ldoshev. Evet. O söyleyecek. İnsanın sesi, insanın tefekkür, insanın Evet. gönlü, Tamamen. karakteri de. Tamamıyla. İnsanın sesi sadece o değil. İnsanın gönlü, insanın Evet, tefekkürü. Ona görə insanı təkcə biz üzündən, gözündən tanımırıq ki, səsindən tanıyırıq. Özün görmürəm, səsindən deyirik filan. Səhər ölmək istəyirəm. Gecə ölsəm, bağışla. Bilmirəm necə yaşadım, necə ölsəm, bağışla. Tanrıdan bəxt borc alsaydım, sənə də saxlayardım. Ağlamağı bacarsaydım, sənə gün ağlayardım. Gizli ölmək istəyirəm, xəbər tutsan, bağışla. Qorxuram unutmayasan, yox unutsan, bağışla. Qışda ölsəm, qəm eləmə, yerim isti olacaq. Ruhum uçub cəhənnəmə gedən, tüstü olacaq. Səssiz ölmək istəyirəm, səsim gəlsə, bağışla. Sənsiz ölmək istəyirəm, sən də ölsən, bağışla. Bir xəfifcə külək əsdi ürəyimin yanından. Əsdi ətəyi yellənən bir nazik qız donundan. Bu nə gözəl qızdı Allah, lap qəbirdə sevməli. Bir də dirilməli, bir də sevməli. Gecələri səhərəcən dizinə baş qoymalı. Yuxuda da onu görüb səksənib oyanmalı. Əcəl günü son nəfəsdə, son sevdaya düşməli. Bir cüt quş tək, bir qəfəsdə onunla sevişməli. Sonra arxayınca kirimicə ölməli. Bəsdir kiri axmaq qoca, gülməlisən, gülməli. Ramiz ağa, siz güzel bir uluq zatlı şairsiz. Uluq zatlı bir şairin anası kim men için kızıq? Şair annesinin öz gönlüden doğulayacak. Anlayayım ki. Şunun için de siz de şairsiz. Çünkü sizin anneniz şair. De öyle yorum. Evet. Sadece az gene sizin anneniz suratı qanday? Siz için kim? Mənim anam sizə deyim ki, mənim anam çox istedadlı idi. Mənim anam. Mən demişəm, məndə nə varsa anamdan gəlib.
To'ppa-to'g'ri. Mən anamdan gəlib, anamdan həqiqətən anamdan Anadan gəlib. doğuladı. Anam, mənim anam çox və anam, nənəm, mənim nənəm də çox. Nənəm. Atamın anası çox o da çox ağıllı, çox nadir belə qadın idi. O deməli rəhmətə gedən gün o mən demirəm ki, o böyüdü. Mən o nənəm, atamın anası həmişə o belə o anam biraz belə mənə kimi biraz ağır idi balaca. Nənəm quş kimi idi. Bizim 2 mərtəbə vardı. Pilləkənləri quş kimi düşüb qalxırdı. Adı Həmayil nənəm idi. Mamangiz. O nənəm deməli rəhmətə gedən gün deməli gecə saat mən də cavanlıqda gedib oturmuşam, hardasa oturmuşam, məclisdə zətdən gəlib. Mən deməli gələnə qədər yatmayıb, belə gözləyib. Mən gecə 3-də mən gələndə deyib ki, Ramiz gəldi. Ramiz gəldi, onda deyib ki, pərdəni çəkin də, pəncərənin pərdəsini yatsın. Ki, yuxuda rəhmətə getdi. Mən gəldim və ona görə rahatlandı. Mən dəfələrlə görmüşəm. Mən istəməzdim söhbətimi belə kədərli notlarla bitirəm. Mən dəfələrlə görmüşəm. Mən müharibə vaxtı cəbhələrdə olmuşam. Və ümumiyyətlə mən çox görmüşəm, adi günlərdə də. Hətta xəstə adam, içində bir nigarançılıq varsa, nigarançılıq onu getməyə qoymur. Elə ki, o kimisə bir gözləntisi varsa, nəyisə gözləyirsə, o gözlənti onu saxlayır. Bax, son nəfəsi, bax, qəribə bir şeydir. Elə ki, o, yəni, ölmək üçün də azadlığa çıxmaq lazımdır. İçərin qəribədir. Ora içərin gərək problemdən Ölmək üçün azadlıqqa çıxmaq istəyir. Sizni şu qədər yaxşı görgən, sizni şu qədər kütgən. Annəniz haqqında bir şeir oxuyun söhbətimiz sonunda. Nələr görmədin bu 80 ildə? 80'din dayandın, yoxsa yuxuymuş. Balalar qürbətdə, dostlar qəbirdə. Demək 80 yaşın qazancı buymuş. Bu nə bəxşiş idi, bu nə hədiyyə? Axı niyə sənin bəxtinə düşdü? Sənin uzun ömrün görəsən niyə vaxtsız gedənlərin vaxtına düşdü? Ha səslə, ha çağır, kimdir hay verən? Otur, dizlərini qucaqla, ağla. Ey bu uzun ömrü mənə pay verən, mən indi neyniyim bu qocalıqla? Yox, yorma özünü, illəri sayma, bacarsan bu 80 yaşını aldat. Biraz qat başını cızma qarayla, biraz nəvələrlə başını aldat. Gözündə eynək yox, əlində əsa, ağlın başındadır. Şükür Allaha, hər ömür bir dərsdir. Uzun ya qısa, son zəngə az qalıb. Dərs bitir daha. Sağ olun, sağ olun. Mən ümidim var ki, biraz dərs gedəcəklər. Babalar izdən jurnalida sizning she'rlaringizdan tarjima qilgan bir yosh shoir bor, Rahmat Bobojon. Rahmat Bobojon mana sizning she'ringizni tarjima qilgan. Mən ümumiyyətlə oxuyacağam. Mən ümumiyyətlə mənim çoxlu orada mənim şeirlərimin Xosiyyət xanım, mənim çox şeirlərimin təbliğatçıları, Səttar Tursun. Əlbəttə. Mənim orada tərcüməçilərim və mənim şeirlərimlə məndən xəbərsiz mənim şeirlərimlə yaşayanlar və məşğul olanlar çoxdur. Mənim üçün də xoşdur. Adların dediyim və demədiyim adamlar çoxdur Allah. Və yana yosh tarjimonlar yetishib kelyapti. Sizni sevishadi, sizning asarlaringizni tarjima qilishadi va sizni kutishyapti. Biz sizni O'zbekistonda ko'rishni xohlaymiz. Yaxshi kunlari bir keling. Nasib etsa. İnşallah. Mən bütün yazdıqlarımı yer yazmışam, gəzə-gəzə. Mənim oğlumun bir sözü var, deyir, mən atamın hər şeiri neçə addımdır təxminən bilirəm. Və gəzmək ki, mənim üçün çətinləşib, o mənada yazmaq da çətinləşib. Mənim arzum budur ki, yeriyə bilim çoxlu. Dostlar məni gəzdirməklə məşğuldurlar ki, bəlkə yazam. İnşallah ümidim var ki, yazacağım. Nə qədər canımızda can var, yazacağıq. Əlbəttə, yazın, biz sizni kutamiz. Bir də Özbəkistanda mənim oxucularım var, çoxdur, mən bilirəm. Mən dedim bir daha deyirəm, mən ümumiyyətlə, yenə deyirəm, mən türk şeirini
Nəvaidən hesablayıram, Füzuli, Nəvai türk şeirindən söhbət gedir. Və mən Özbək kinosunun, 60-70-ci illər Özbək kinosunun aşiqiyəm. Yəni mən o dövrdə dedim, mən yəni və yenə deyirəm, Özbək ədəbiyyatı həm o vaxtki, həm müasir ədəbiyyat, Özbək ədəbiyyatı həmişə parlaq olub, həmişə parlaq olub və mən yəni o ədəbiyyatın da oxuculardan söhbət gedirsə, oxucular da o ədəbiyyatın yetişdirdiyi oxuculardır da. Mən inanıram ki, Özbək oxucuları da çox ağıllıdır və dəyərləri bilən, sözün hər mənasında dəyərləri bilən oxucularımızdır. Onlar mən Özbəkistanda şeirlərimin sevildiyini demək biraz yekə çıxar. Mən bilirəm Özbəkistanda məni oxuyanlar var, çoxdur onu bilirəm mən. Mən onlara söz verirəm ki, bundan sonra da indiyəcən yazdığımdan pis yazmamağa çalışacağım. Çalışacağım ki, onların ruhunu oxşayan şeirlər yazım səmimi. Yəni səmimi olum. Ən birinci şərt səmimi olmaqdır. Səmimi olmaqdır. Səmimiyyət deyəndə hamı yerə gəlir ki, kiməsə səmimi olmaq, yox, özünə səmimi olmaqdır. To'g'ri. Özünə səmimi. To'g'ri. Biz özümüzə səmimi olacağıq. To'g'ri. Sizning she'rlaringiz, tuyg'ularingiz hamisha samimiy, hamisha o'zimizniki, yuragimizniki. Sog' bo'ling. Samimiy suhbatingiz uchun rahmat, tashrifingiz uchun tashakkur. Bu Oltin ko'prik loyihasi edi. Oltin ko'prik loyihasining navbatdagi mehmoni turkiy dunyoning mashhur shoiri Ramuz Ravshan bo'ldilar. Xayr, sog' bo'ling. Rahmat. Teşekkür.